Ruzi bərəkətin artırılması üçün hər biriniz qələm dəftər də götürə bilərsiniz. İnşallah hər kim səhərlər bu gözəl duanı 7 dəfə oxuyarsa evdən çıxanda Allah təbarək və Teala onu həm qoruyar, həm də ruzi bərəkətini artıracaq və eyni zamanda həmən gün bir yerdən olsun, onun güman gətirməyən yerindən ona ruzi qapıları üzünü açacaq. Çox gözəl duadır və təcrübə olunmuşdur. Ola bilər kim ərəbcə bunu bilməsə, onu mən dediyim kimi 7 dəfə dinləsə və evdən çıxsın inşallah və xeyir bərəkətini inşallah görəcəkdir. Belədir dua. Bismillahirrahmanirrahim. Allahümme ya Hannanu, ya Mennanu, ya Deyyanu, ya Subhanu, ya Sultanu, ya Fettah. Bismillah. Allahu latifun li ibadihi ma şa'allah. La kuvvete illa billah.